Təbii ki, mən bunu gözləyirəm. İsrail-Livan xəttində gərginlik artıq adi sərhəd insidenti deyil, regionda yaranan yeni güc balansının bir hissəsinə çevrilib. İsrail Hizbullahın hərbi çəkisini azaltmağa çalışdığı üçün proses təkcə Livanla məhdudlaşmır və İranın bölgədəki təsirinə yönəlmiş daha geniş strategiyanın elementinə çevrilir. Bu fonda Livan dövləti siyasi və iqtisadi zəifliyi səbəbindən vəziyyətə demək olar ki, təsir göstərə bilmir. Hakimiyyət isə real idarə etmədən kənarda qalır. Beynəlxalq ictimaiyyətin diqqəti əsasən Qəzza müharibəsinə yönəldiyi üçün Livan ön planda deyil və bunun da İsrailin şimal cəbhəsində daha sərbəst hərəkət etməsinə şərait yaradacağını düşünürəm. Bu arada az önce xəbər də təqdim etdim ki, İsrailin Müdafiə Naziri də həm özünü, həm də Benyamin Netanyahunu misal gətirərək deyir ki, biz bu məsələdə daha çox üzərində dayanırıq ki, İsrail təhdidlərin qarşısını almaq üçün hər şeyi edəcək deyə. Bildiyiniz kimi xəbər də təqdim etdim. Livanın nümayəndələri hansı ki, axtarılan, Birləşmiş Ştatların da uzun müddət axtarışa qoyduğu şəxs də öldürülüb. Bunun müqabilində İsraildən növbəti bir addımı görəcəkmi və buna qarşılıq olaraq da İrandan da bir açıqlama gördük Əli Larijanidən. Dəstək gələcəkmi Hizbullaha? Yəni, təbii ki, qarşılıqlı hər iki dövlətin manevralarını görəcəyik. Kartsın İsrailə əl qaldıran hər kəsin əlini kəsiləcək bu ifadələrə hər halda toxundunuz siz. Daxili auditoriyaya yönəlmiş sərt ritorika hesab edirəm bunu. Lakin eyni zamanda Livana savaşı daha da genişləndirə bilər siqnalıdır məncə bu. İsrail şimal şəhərləri boşaldıb. Bu isə Netanyahu hakimiyyətinin daxilində siyasi təzyiqi artırır. Ona görə də hökumət Livan istiqamətində geri addım atmağa hazır deyil. O ki qaldı Livan-İsrail qarşıdurmasının arxasında duran əsas güclərdən biri məhz İran-Hizbullah əlaqəsidir. İsrail Hizbullah rəhbərliyini hədəfə alanda avtomatik olaraq İranın təsir dairəsinə toxunmuş olur. İran üçün Livan, Suriya, İraq, Yəmən xətti regional müdafiə zolağıdır. İsrail bu zolağın ən güclü elementi olan Hizbullahı zəiflədərsə, növbəti mərhələdə İran özünü daha açıq təhdid altında hiss edəcək. İran bunu artıq hiss etməyə başlayıb və buna görə də bəlli sərt açıqlamalar verir. Mən düşünürəm ki, daha öncəki video bağlantılarımızda da bunu belirtmişdim. Növbəti hədəf İrandır. İrana qarşı yeni hücumlar gözlənilir İsrail tərəfindən.